Salam. Heç fikirləşmisiniz ki, biz bir maşına, yəni bir kompüterə dünyamızı necə başa sala bilərik? Yəni, onu bizim kimi düşünməyə necə məcbur edə bilərik? Gəlin, bu çox maraqlı sualın cavabını bugün birlikdə axtaraq. İnanılmaz səslənir, elə deyil? Baxın, bütün bu müasir rəqəmsal dünyamızın təməl prinsiplərini anlamaq üçün bizim bələdçimiz köhnə bir uşaq ensiklopediyası olacaq. Hə, düz eşitdiniz. Gəlin görək, bu sevimli, bəlkə də biraz sadəlöv görünən şəkillər bizə əslində nələri öyrədə bilər? Və baxın, bu şəkil əslində hər şeyi özündə cəmləyir. Bizim bütün bu söhbətimizin mərkəzində dayanan səyahət məhz budur. Təbii, insani düşüncədən başlayıb, maşınların anlaya biləcəyi o sərt məntiqli hesablama düşüncəsinə qədər uzanan bir yol. Elə isə, hazırsınızsa, başlayaq. Yaxşı, gəldik ilk hissəyə. Dünyamızı tərcümə etmək. Məsələ ondadır ki, hər şeydən əvvəl reallığı, yəni gördüyümüzü, eşitdiyimizi, hər şeyi kompüterlərin anlaya biləcəyi bir formaya salmalıyıq. Bəs sual budur, bunu necə edirik? Baxın, hər şeyin açarı informasiya sözündə gizlənib. Yəni nə? Rəqəmlər, mətinlər, şəkillər, səslər, ətrafımızdakı hər şey. Əsas məsələ bütün bunları maşınların başa düşəcəyi tək vahid bir dilə çevirməkdir. Bəs bu necə mümkündür? Cavab, inanın ki, heyrətamiz dərəcədə sadədir. Bax, bu lampalar onu mükəmməl izah edir. Təsəvvür edin, ən mürəkkəb məlumat belə cəmi iki vəziyyətdən yaranır. Yanır, yəni 1 və sönür, yəni 0. Hə, bütün o mürəkkəb dünya bu iki rəqəmə sığır. Bu qədər bəsit. Əsl sehir isə məhz buradadır. Bu çox sadə, cəmi iki simvoldan ibarət deyil, 1 və 0-lar musiqidən tutmuş, rəsm əsərlərinə, mürəkkəb mətnlərdən tutmuş insan səsinə qədər hər şey üçün demək olar ki, universal bir tərcüməçiyə çevrilir. Və ən heyrətləndirici məqam nədir, bilirsiniz? Gördüyümüz o parlaq rənglər də, qulaq asdığımız o gözəl musiqi də əslində eyni prinsiplə tərcümə olunur. Yəni, pərdə arxasında baş verən hər şey sadəcə 1 və 0-ların sonsuz bir rəqsidir. Yaxşı, deməli, artıq kompüterin öz dili var. Məlumatları ona yedizdirə bilirik. Amma bu məlumatlarla nə edəcəyini ona necə deməliyik? Bax, bu sualda dizi ikinci hissəyə gətirir. Universal resept kitabı. Fikirləşin, məlumat tək başına sadəcə bir xammaldır. Un, su, şəkər kimi. Onlarla nəsə etmək üçün bir təlimat lazımdır. Yəni, kompüterə bax, bunlarla filan şeyi elə deməyin yolu nədir? Cavab budur. Alqoritm. Hə, məlumatları yeməyin ərzaqları kimi düşünsək, alqoritm də o yeməyi hazırlamaq üçün addım-addım yazılmış dəqiq bir reseptdir. Və bir kompüter üçün o resept, bax, məhz belə bir şeyə bənzəyir. Heç bir səhvə, heç bir şübhəyə yer qoymayan, hər addımın dəmir məntiqlə göstərildiyi aydın bir plan. Sanki bir yol xəritəsidir. Oldu, deməli məlumatımız var, reseptimiz də var, amma bir saniyə dayanın. Bu qədər məlumat, bu qədər təlimat, kompüter bütün bunları necə olur ki, bir-birinə qarışdırmır? Hə, bax bu sual da bizi üçüncü hissəyə gətirir. Səliqəli rəqəmsal zəka. Çünki heç bir struktur, heç bir sistem olmasa, nəticə tam bir fəlakət olar. Rəqəmsal xaos. Sürətli və səmərəli işləmək üçün təkcə məlumat və təlimat yetərli deyil. Əsla. Hər şeyin öz yeri, öz rəfi olmalıdır. Bu problemin həll yolu isə məlumat strukturlarıdır. Gəlin onları rəqəmsal dünyanın səliqəli sənət şkafları, qovluqları kimi təsəvvür edək. Hər şey öz yerində, hər şey nizamlı və lazım olanda asanlıqla tapılan. Məsələn, baxın, bu qatar iki fərqli saxlama məntiqini çox gözəl göstərir. Biri var növbə prinsipi. Eynən tunel kimi. Hansı vaqon birinci girdisə, o da birinci çıxır. Sadə. Bir də var stek, yəni qalaq. Bu isə əksinədir. Sonuncu gələn birinci gedir. Təsəvvür edin ki, qabları üst-üstə yığırsınız, təbii ki, ən yuxarıdakını, yəni ən son qoyduğunuzu birinci götürürsünüz. Bax, bu da o məntiqdir. Bu sevimli robotu isə bizə yaddaşın əslində nəhəng bir kitabxana və ya bir ambar kimi olduğunu göstərir. Hər şeyin səmərəli işləməsi üçün hər bir məlumatın öz rəfiyi, öz dəqiq yeri olmalıdır. Görürsünüz, hətta rəqəmsal dünyada belə səliqə səhman hər şeydən vacibdir. Bir dəqiqə, bütün bu proseslər, nə isə başa düşülən dilə tərcümə etmək, addım-addım təlimat vermək, hər şeyi səliqəyə salmaq, bütün bunlar sizə də tanış gəlmir? Gəlməlidir. Çünki əslində bunların heç biri yeni bir şey deyil. Bu, insanlığın ta qədimdən bəri davam edən böyük axtarışıdır. Baxın,
Bu zaman xətti hər şeyi necə də aydın göstərir. 1000 illər əvvəlki o sadə abakdan tutmuş, Babbage-in o mexaniki mühərrikinə, oradan da otaq boyda olan ilk nəhəng kompüterlərə qədər fikir verin. Biz əslində 1000 illərdir ki, eyni şeyi etməyə çalışırıq. Bu qarışıq dünyanı anlamaq və onu bir sistemə salmaq. Və beləcə səyahətimizin də sonuna yaxınlaşırıq. Yekun olaraq biz əslində nə etdik? Gəlin bir ümumiləşdirək. Biz dünyanın bütün o ağlasığmaz mürəkkəbliyini götürüb ən sadə dilə, yəni 1 və 0-lara tərcümə etdik. Sonra da onlara bu dildə düşünməyi, tapşırıqları addım-addım yerinə yetirməyi öyrədən o reseptləri, yəni alqoritmləri verdik. Deməli, biz maşınlara düşünməyi öyrətdik. Amma indi ortada çox daha böyük bir sual var. Bəs onlar növbəti dəfə nə düşünəcəklər? Onların düşüncələrinin formalaşdıracağı o yeni gələcək bizi hara aparacaq? Bu sualın cavabını isə yəqin ki, ancaq zaman göstərəcək.